Əli ibn Əbi Talib radiyallahu anh'ın zövcələri və övladları barədə sizə xəbər verək. Məlumat verək, biləsiniz. Bu sahabənin 8 zövcəsi olub. Təbii ki, biri vəfat etdikdən sonra o birisini alıb. Yəni, eyni zamanda 8 zövcə olsa olmayıb. 4 zövcədən artıq İslam şəriətində kişinin qadınla evlənməsi qadağandır. Zaman-zaman bu qadınlarla evlənir. Birincisi, ən fəzilətlisi, cənnət qadınlarının 4 qadın ən fəzilətli qadınlardan biridir bu qadın. Rasulullah sallallahu aleyhi və sələmin qızı Fatimə radiyallahu anhə. Bu möhtərəm və fəzilətli qadından Əli ibn Əbi Talibin radiyallahu anh'ın 4 övladı dünyaya gəlmişdir. Həsən, Hüseyin, Zeynəb və Ummu Kulsum radiyallahu anh. İkinci qadını Xavlə bint Cəfər ibn Qeys ibn Məsləmədir radiyallahu anh. Bu möhtərəm qadından onun bir övladı olmuşdur. Muhammed İbn-i Hənəfiyyə ləqəbi ilə tanınmış Muhammed. Üçüncüsü, Leylə bint Məsud ibn Xalid ət-Təmimi radiyallahu anh. Bu möhtərəm qadından onun 2 övladı olmuşdur. Ubeydullah və Əbu Bakr. Adlara diqqət verin, qardaşlar. Dördüncü qadını Ummul Bənin bint Həram ibn Xalid ibn Cəfər ibn Rabi'a radiyallahu anh. Bu möhtərəm qadından onun 4 övladı olmuşdur. Abbas, Osman, Cəfər və Abdullah. 5-ci qadını Əsma bint Amis Əl-Xəsəmiyyə radiyallahu anh. Bu möhtərəm qadından da onun 2 övladı olmuşdur. Yəhyə və Avn. 6-cısı Əs-Səhbə Ummu Həbibə bint Rabi'a radiyallahu anh. Bu möhtərəm qadından onun 2 övladı olmuşdur. Ömər və Ruqiyyə. 7-cisi Umamə bint Əl-As ibn Rabi radiyallahu anh. Bu möhtərəm qadından da onun 1 övladı olmuşdur. Muhammed adlı övladı. Və nəhayət Ummu Səid bint Urva ibn Məsud Əs-Səb radiyallahu anhə. Bu möhtərəm qadından da onun 2 övladı olmuşdur. Ummul Həsən və Ramlə. Həmçinin cariyələrdən də onun övladları olmuşdur. Bunlar Muhammed, Ummu Hani, Meymunə, Zeynəb, Ramlə, Ummu Kulsum, Fatimə, Umamə, Xədicə, Ummu Kiram, Ummu Sələmə, Ummu Cəfər, Cümanə və Nəfisə. Və nəhayət Məhyə bint İmrul Qeysdən bir qızı olmuş, elə uşaq ikəndə vəfat etmişdir. İbn Səad rahiməhullah Təbaqat əsərində deyir ki, biz Əli ibn Əbi Talib radiyallahu anh'ın bu övladlarından başqa övladı olduğunu bilmirik. Əli ibn Əbi Talib radiyallahu anh'ın 14 oğlu və 19 qızı olmuşdur. Onun nəsli cəmi 5 oğlundan davam etmişdir. Həsən radiyallahu anh'dan, Hüseyin radiyallahu anh'dan, Muhammed ibn Hənəfiyyədən, Abbas ibn Əl-Kiləbiyyədən və Ömər ibn Ət-Təğlibiyyədən. Rahiməhumullah. İbn Səadin sözü burada tamamlanır. Demək, Əli ibn Əbi Talib radiyallahu anh'ın övladlarının sayını artırmaqla Peyğəmbər sallallahu aleyhi və səlləmin bu ümmətə etdiyi tövsiyəsini yerinə yetirmişdir. Bu xüsusda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu ümmətə belə tövsiyə etmişdir. Ərini çox sevən və çox uşaq dünyaya gətirən qadınlarla evlənin. Qiyamət günü mən sizin çoxluğunuz sayəsində Peyğəmbərlər arasında ümmətinin sayı ən çox olan Peyğəmbər olacaq. Qiyamət günü İslam ümmətinin sayının digər ümmətlərdən çox olacağı barədə isə Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Ümmətlər mənə göstərildi. Mən bir Peyğəmbər gördüm, yanında bir toplum adam var idi.
Başqa bir peyğəmbər gördüm, yanında bir və ya iki adam var idi. Hətta elə bir peyğəmbər də gördüm ki, yanında heç kəs yox idi. Sonra mən baxdım ki, uzaqdan bir qaraltı görsənir. Mən onların öz ümmətim olduğumu güman etdim. Mənə dedilər ki, bu Musa və onun ümmətidir. Sonra mənə deyildi ki, sən üfüqə tərəf bax. Üfüq dolusu böyük bir qaraltı gördüm. Mənə dedilər ki, bu sənin ümmətindir. Onlardan 70 min nəfəri sorğu sual olunmadan və heç bir əzaba düçar olmadan cənnətə daxil olacaq. Yenə bir hədisdə Rasulullah sallallahu aleyhi ve sellem demişdir. Cənnət əhli 120 cərgə olacaq. Bunların 80-i mənim ümmətimdən, 40-ı isə digər ümmətlərdən olacaq. Bu ümmətin böyülüyünə baxın. Görün, bu ümmətin sayı nə qədər olacaq? Allah bizi bu ümmətdən olmağı, ömrümüzün sonuna dək müsəlman olaraq yaşayıb, müsəlman kimi bu dünyadan köçməyi, ələl xüsusda həmin o 70 min nəfərdən olmağı nəsib eləsin.